Salam değerli abituriyentler, hər vaxtınız xeyir olsun. Bugün mən sizinlə DİM 2025 test toplusundan elastiklik qüvvəsi, sürtünmə qüvvəsi, cismin çəkisi bölməsindən çəki başlığını izah edəcəm. Odur ki, başlayaq suallarımıza. Cismin çəkisinin vahidi. Çəki bir qüvvədir. Ona görə də vahidi Newtondur. Kütləsi 630 qram olan sükunətdəki cismin çəkisini hesablayın. Cismin sükunətdəki çəkisi onun ağırlıq qüvvəsinə bərabərdir. Qiymət isə mg ilə hesablanmalıdır. Onda m kütləmiz 630 qramı biz çevirsək kiloqrama. Bizə verəcək 1000-ə böldükdə 0,63 kiloqram. J ona da vurduqda bizə verməlidir 6,3 Newton. Və beləyəcək B variantı. Sükunətdəki cismin çəkisi onun kütləsini asılı qırar ki, baxın kütlədən düz mütənasib asılıdır. Nə qədər kütlə çox olarsa, cismin çəkisi o qədər çox olmuş olar. Yəni düz asılıq D variantı. Keçirəm 4-cü suala. Sükunətdə olan cismin çəkiləri arasında hansı münasibət doğrudur? Bax, burada 3M'dir, burada da M'dir. Dedi ki, sükunətdəki çəki P bərabərdir mg'dir. Kütlədən düz asılı olduğuna görə və birinci cismin kütləsi ikincidən 3 dəfə çox olduğuna görə, deməli, çəkisi də 3 dəfə çox olmalıdır. P1, 3, P2 bərabər olmalıdır. 5-ci sualda da eynisidir. Burada artıq ikinci cismin kütləsi 2 dəfə çox olduğu üçün ikinci cismin çəkisi birincidən 2 dəfə çox olmalıdır. D variantı. Kütləsi 300 qram olan cisim sərbəst düşür. Cismin çəkisini hesablayın. Uşaqlar, cisim sərbəst düşürsə, sərbəst düşmə müddətində dayaq və ya askı olmadığına görə artıq bizim də çəkimiz 0-a bərabər olmalıdır. Çünki çəki cismin dayağa və ya askı göstərdiyi təsir qüvvəsidir. Ona görə də cavab D variantıdır. 7. Bir dayaqla birlikdə şaqili yuxarı yönəlmiş A təcili ilə hərəkət edən M kütləli cismin çəkisi. Əgər cisim şaqili yuxarı istiqamətdə hərəkət edirsə A təcili ilə, bunda onun çəkisi P bərabərdir, M vurulsun J plus A olur. Əgər aşağı hərəkət eləsəydi, artıq çıxılsın A yazardıq. Təbii ki, burada bərabər yavaşlayan və bərabər yeyinləşən olduğu hallarda bir qədər iş dəyişir. Onu isə növbəti suallarda izah edəcəm. Odur ki, M vurulsun J plus A bizim olacaq çəkimizin ifadəsi. Əgər şaqili aşağı yönəlmiş A təcili hərəkət edirsə cismin çəkisi, o zaman M vurulsun J minus A olmalıdır. Bu isə A variantına uyğundur. Cismi yerin cazibəsi nəticəsində dayaq və ya askıya göstərdiyi təsir qüvvəsi cismin çəkisi adlanır. Bunu bayaq da qeyd etmişdim. Keçirik növbəti suala. Liftdəki tərəzinin üzərində adam dayanıb, lift şaqili yuxarı yönəlmiş A bərabər 0,5 J təcili ilə hərəkət etdikdə tərəzinin göstərişi. Normalda biz deyirik ki, tərəzi cismin kütləsini təyin edir. Ona görə də kütlə dəyişmədiyi üçün tərəzinin göstərişi dəyişməyəcək. Amma burada tərəzi liftə qoyulur və artıq orada çəki dəyişməsi baş verir. Ona görə deyəcək ki, cismin çəkisinin azalması ilə kütləsinin, yəni tərəzidəki göstərişi azalır. Ona görə nə deyəcək buradan? P bərabərdir, şaqili yuxarı yönəlibsə A plus J yazırıq. Odur ki, A-mız 0,5 J olanda, burada da bir J'miz var da. Onda P bərabər olacaq, M vurulsun 0,5 J üzərində gəlsin 1 J. Bu da bizə verəcək 1,5 mg-ni. Normalda sükunətdəki çəki mg-dir. İndi burada artıq olacaq 1,5 mg. Cavab ondan olmalıdır, 1,5 dəfə artmalıdır. Yer səthinə bərabər təcili tormozlanaraq enən kosmik gəmidə M kütləli cismin çəkisi P-yə bərabərdir. Gəmi hansı təcili hərəkət edir? Baxın, burada bizə deyir ki, tormozlanaraq enən. Tormozlanma nə deməkdir? Tormozlanma, yəni yavaşın hərəkət etməsi deməkdir, düzdürmü? Amma deyir, enən, müəyyən təcili aşağı enən. P bərabərdir, M vurulsun, J minus A aşağı düşən hərəkətdir, düzdür, aşağı doğru edir. Tormozlanaraq deyirsə, artıq bu yavaşın hərəkətdir. Yavaşın hərəkəti aşağı düşürsə, artıq burada toplanma işarəsi olmalıdır. Baxın, bərabər yavaşyanda təcili işarəsi əksinə dəyişir. Yuxarı hərəkəti toplayırdıq, yavaşlayan yuxarıdırsa, onda çıxasıyıq. Aşağı hərəkətə çıxırdıq, əgər yavaşlayan aşağıdırsa, onda artıq toplayacaq. Belə. İndi bizə deyir ki, hansı təcili enmişdir? P bərabər, indi buradan gəlin mötərizətə bax. J plus A nəyə bərabər olur? P bölünsün M-ə. İndi A təcilini tapmaq istəsən, P bölünsün M çıxılsın J təcili olmalıdır. Odur ki, cavab eləyər burada D variantı. Sonra şaqili istiqaməti yuxarı bərabər yavaşlayan. Baxın, bayaq qeyd elədiyimiz kimi. Yuxarı hərəkəti toplayırıq, amma yavaşlayan dediyinə görə P bərabərdir M vurulsun J minus olacaq, artıq plus yox.
Təcili yenə hesablamamızı istəyirsə, J minus A-nı buradan tapsam, P bölünsün M olar. İndi A təcini tapsam buradan, bax, bu ifadədən A-nı tapsam. Olar ki, J çıxılsın P böl M. C çıxılsın P böl M də bizə nə verəcək? Y variantını vermiş olacaq. 12-ci sual idi bu səhvləmirəmsə. Hə, 13-cü suallar. İlk cisimlər sərbəst uçur. İkinci cisim birinci cisimə hansı qüvvəyə təsir göstərir? Bu cisimlər zaten sərbəst uçursa çəkiləri yoxdur. Yəni heç biri bir-birinin dayağı olmur. Nəticə etibarilə çəki sıfıra bərabər olmalıdır. Deyək, cisimlər sərbəst uçur. Yenə sərbəst uçma var. Birinci cisimə, ikinci cisimə hansı qüvvəyə təsir göstərir? Yenə dediyimiz kimi. Siz burada əslində incə məqamlar çoxdur. Bunların ağırlıq qüvvələri bir-birlərindən fərqli olacaq. Havanın müqavimət qüvvəsi nəzərə alınıb alınmadığını da qeyd eləmir. Yəni bunun dəyərlənməsinə baxsaq, burada birinci cisim, ikinci cisimə dayaq olmadığı üçün, havada olduğu üçün zaten təsir göstərməyəcək. Bu səbəbdən də cismin çəkisi buradan da sıfıra bərabər olmuş olacaq. Daha sonra 15-ci suala baxıram. Cismin çəkisi hansı cihazla ölçülmək olar? Dedik ki, cismin çəkisi bir qüvvədir. Qüvvəni dinamometrlə ölçdüyümüz üçün çəkini dinamometr vasitəsilə ölçəcək. Sükunətdə olan cismin kütləsini 2 dəfə artırılarsa çəkisi. Sükunətdədir, P bərabərdir mg'dir. Kütləni 2 dəfə artırmaq, çəkini 2 dəfə artırmaq deməkdir. 2 dəfə artır. Hansı hərəkətdə cismin çəkisi sükunətdəki çəkisindən böyük olar? Sükunətdəki çəkisi mg'dir. Onda böyük olması üçün M vurulsun J plus alınmalıdır. Bu hansı şərtlərdə olurdu? Şaqili yuxarı hərəkətdə və yaxud da ki, şaqili aşağı hərəkət edib bərabər yavaşıyanda. Çünki bərabər aşağı hərəkətə çıxırıq, amma bərabər yavaşıyanda toplama olmalıydı. İndi deyək ki, şaqili yuxarı yönəlmiş təcili hərəkət etdikdə. Elə A variantı doğru variantdır. Niyə? Şaqili yuxarı yönəlmiş təcili hərəkət edir. Məsələn, üfüqi istiqamətdə olmur. Çünki biz A təcinə şaqili yuxarı aşağı hərəkətdə cismin çəkisini təsir göstəririk. Sonra həm də burada bərabər sürətli deyib, bu arada onu nəzərə alırıq. Şaqili aşağı yönəlmiş, dedik ki, aşağı yönələndə çıxırıq. Şaqili yuxarının bərabər sürətli hərəkətlərdə ümumiyyətlə təcili yoxdur. Ona görə də o mg'yə bərabər olur. Elə özünə bərabər olur sükunətdə. Sonra 18-ci sual. Bir çəksizlik şəraitində olur. Çəksizlik nə deməkdir? Yəni orada çəki yoxdur, havada qalır, sərbəst uçma, sükunət alır. Yəni daha doğrusu sərbəst uçma, yəni biz buna elə deyək də cavab verib burada sərbəst uçma kimi. Yəni havadadırsa, çəksizlik halındadırsa, deməli sərbəst uçur. Dayağı yoxdur. 19. Deməli, çəkisi 200 milli-newton olan sükunətdəki cismin kütləsini hesablayın. Dedik ki, sükunətdədirsə P bərabərdir mg'dir. M-i buradan tapsam P bölünsün J gələcək. İndi 200 milli-newton. Milli o deməkdir ki, 10 üstü mənfi 3. Qram da 10 üstü mənfi 3 kiloqramdır. Ona görə də bu millini dəyişmirəm. Eləyəcək 200. İstəsən 10 üstü mənfi 3 yaza bilərsiniz. Zaten sonradan yeni çevirəndə qramı o nəzərə almayacaq. J'miz də 10. Eləyəcək onda 20 qram. Düzdürmü? Yəni biz bunu məsəl üçün çevirsəydik 20 10 üstü mənfi 3 kiloqram eləyəsiydi. O da ki elə 20 qram deməkdir. Yenə deyək ki, kütləsi 70 qram sükunətdəki cismin çəkisi. İndi bax fikir verin, 70 qram 10 üstü mənfi 3 kiloqramdır. Ona görə cavablarda milli ilə verdiyinə görə çevirməyə ehtiyac yoxdur. P bərabərdir mg'yə əsasən 70-i 10-a vuraram, bizə verər 700 milli-newtonu. İki dayaq üzərindəki xəttkeşin üzərinə cisim qoyduqda xəttkeş əyilir. Cisim tərəfindən xəttkeş hansı qüvvə təsir göstərir? Cisim və xəttkeşə təsir göstərir. Xəttkeş burada dayaq rolundadır. Ona görə də cismin dayağa göstərdiyi təsir qüvvəsi cismin çəkisidir. Dayağın reaksiya qüvvəsi o zaman olar ki, xəttkeş cismə əks təsir göstərsin. Bunda artıq reaksiya qüvvəsi olardı. Sonra gəlirəm 22-ci suala. Deyir ki, sükunətdəki cismin çəkisi onun həcminin asılı qrafiki. P bərabərdir mg'dir. M kütləmizdə ki, normalda bilirik ki, rho vurulsun V-dir də, düzdür? Rho-nu sabit verib bizə, J zaten sabitdir. Onda P V-dən necə asılı olmuş olur? P V-dən düz mütənasib asılı olmuş olur. Sonra 23. Sükunətdəki cismin çəkisinin sıxlığından. İndi bu dəfə V konstantdır.
V bərabərdir rho V J. Rho V'miz M kütləydi də. İndi V sabit, J sabit, rhodan yenə də düz mütənasib asılıdır A variantı. Sonra gəlirəm 24-cü suala. İlk cisim dayaqla birlikdə A1 təcili ilə şaqili yuxarı hərəkət etdikdə. Deməli, A1 təcili şaqili yuxarı hərəkət etdikdə çəks 3 dəfə artır. A2 təcili ilə şaqili aşağı hərəkət etdikdə 3 dəfə azalır. İndi gəlin buranı bir tərəfinə ağardıq. Oradan sizə daha ətraflı şəkildə izah edeyim. Nə deməkdir bu? Normalda sükunətdəki çəki P0 MJ-yə bərabərdir. Sonra deyir ki, P1 halında A1 təcili bunu yuxarı qaldırıblar. Yəni A1 üzərinə gəlsin J. Bu bizə nəyi verir? Deyir ki, çəksi 3 dəfə artır. 3 dəfə artma nə deməkdir? Yəni 3 MJ olur. Sonra P2 halında deyir ki, şaqili aşağı A2 təcili ilə. A2, əslində J çıxılsın A2 yazmalıyıq. Daha doğru cavab alaq. J minus A2 yazaq. Hə. Bu da deyir ki, 3 dəfə azalıb. Yəni MJ bölünsün 3 olur. Onda buradakı emlər ixtisar gedər. Buradakı emlər də belə ixtisar gedər. A1 üzərinə gəlsin J 3J'yə bərabər olar. Hansı ki biz buradan A1-i 3J çıx J 2J alarıq. Digərində isə J çıxılsın A2-dir. Bu da J bölü 3 deməkdir. Yəni çünki emlər ixtisar gedib. A2 də tapsam J'də J bölü 3-ü çıxaram. Bu da mənə verər 2J bölünsün 3-ü. İndi bax fikir verin. Burada 2J'dir. Burada da 2J bölü 3-dür. A1-i A2-yə nisbətini istəyir bizdən, hə? A1-in A2 olan nisbəti 2J'nin 2J bölü 3 olan nisbətidir. 2J'lər ixtisar gedir. Məxrəcin ifadəyə qalxır 3 olur. Cavab edir A variantı. 25-ci sualda da eyni qaydada olacaq. Cisim dayaqla birlikdə A1 təcili ilə şaqili yuxarı hərəkət etdikdə çəksi 2 dəfə artır. A2 təcili ilə şaqili aşağı hərəkət etdikdə isə 2 dəfə azalır. Onda deməli yenə də A1 bölü A2 nisbətini istəyir bizdən. Gəlin yenə də eyni qayda ilə buradan hesablayaq. Dedik ki, cismin sükunətdəki çəksi nəyə bərabərdir P0? MJ-yə bərabərdir, düzdür? Ona görə də yazıram ki, buradan P0 bərabərdir MJ. Sonra deyək ki, şaqili yuxarı hərəkət etdirilir A1 təcili ilə. M vurulsun J plus A1 olur və bu zaman onun çəksi 2 dəfə artır, 2 MJ olur. Sonra ikincisində isə deyir ki, A2 təcili ilə aşağı J çıxılsın A2-dir. Bu da bizə verir MJ bölünsün 2-ni. Nəticədə bu M-lər buradan ixtisar gedir, bu M-lər də buradan ixtisar gedir. J plus A1 bərabər olur 2J-yə. J minus A2 olur J bölü 2-yə. İndi fikir versək, buradan A1-i tapsam, 2J'dən J-ni çıxaram, mənə verər bir dənə J-ni. A2-ni tapmaq istəsəm, mənə verər J minus J bölü 2. Yəni elə J bölü 2-nin özünü verər. Nəticədə J-ni J bölü 2 bölmək bizə verər elə 2-ni. Cavab eləyər A variantı. Sonra gəlirəm növbəti suala. Deyir ki, şaqili aşağı yönəlmiş 8 metr bölü saniyə kvadrat təcili hərəkət edən cismin çəks 36 Newton olarsa kütləsini hesablayın. Dedik ki, şaqili aşağı yönəlibsə P bərabərdir M vurulsun J minus A olmalıdır. Onda 36 Newtondur. Kütləni bilmirəm. J'miz 10, təcilimiz 8-dir. Yəni 36 bərabərdir. M vurulsun 2. Onda M kütlə 36 bölü 2, 18 kiloqram olmalıdır. Cavab eləyər C variantı. Şaqili yuxarı yönəlmiş 6 metr bölü saniyə kvadrat təcili hərəkət edən cismin çəks 32 Newton olarsa kütləsini hesablayın. İndi bu fikir verin, burada artıq şaqili yuxarı deyir. Yəni P bərabərdir. M vurulsun J plus A olmalıdır. Qiyməti 32 verib, düzdür? Kütləni bilmirəm. J'miz 10-dur, A təcilimiz də 6-dır. Onda 32 bərabərdir, M vurulsun 16. M də bərabərdir 2 kiloqram. Yox, cavab eləyəcək B variantı. Sonra 28-ci suala gəlirəm. Deyir ki, yuxarı hərəkət edən liftdə yerləşən cismin çəksi 3 dəfə artırılarsa, liftin təcili modunu hesablayın. Çəksi 3 dəfə artırılıb. Yəni P bərabərdir M vurulsun J plus A olanda onun çəksi nə olub? 3 MJ olub. 3 dəfə artırılıb. Yenə də burada nə edirik? Bu M-ləri ixtisara aparırıq. J plus A bizə verir 3J-ni. A-nı buradan tapsam bizə verəcək 2J-ni. 2 vur 10 bizə verməlidir 20 metr bölü saniyənin kvadratını. Cavab eləyəcək 20.
C variantı. Sonra gəlirəm 29-cu suala. Hmm. Deyir ki, kütləsi 5 kiloqram olan cisim 6 metr bölü saniyə kvadrat təcillə düşür. Havanın müqavimət qüvvəsini. Bax, bunlarda diqqətli olmaq lazımdır. Niyə? Çünki müqavimət qüvvəsi nəzərə alınanda artıq yəni bizim öyrəşdiyimiz yol deyil də, bu cisimdir. Mərkəzdən aşağı doğru mc ağırlıq qüvvəsi təsir göstərir. Mərkəzdən aşağı doğru mc ağırlıq qüvvəsi təsir göstərir. 5 kiloqramda kütləsi bir 6 metr bölü saniyə kvadrat təcillə düşür. Deməli, A təcili ilə düşür. Onda bir hava müqaviməti. Bu A təcilini aşağı düşürsə, müqavimət qüvvəsi nə olur? Müqavimət qüvvəsi yuxarıya doğru yönəlir. F müqavimət. İndi mən qələmi dəyişim, bu yaxşı yazmışam. Fikir verin. Normalda deyəcəksiniz ki, F müqavimət bərabər olur MA ilə MC. Xeyr. Burada diqqətli olmalısınız. A təcillə düşürsə, bunun əvəzləyici qüvvəsini tapırsınız. MA əvəzləyici qüvvəsi nəyə bərabərdir? Əks istiqamətli qüvvələrin fərqinə. Yəni buradan A təcili MC istiqamətində düşübsə, MC daha böyükdür. F müqaviməti yuxarı yönəlib. Onda mən buradan müqavimət qüvvəsini tapmaq istəsəm, bərabər olacaq MC çıxılsın MA. Yəni M vurulsun J çıx A. M kütləmiz 5 kiloqramdır. J'miz 10'dur. A təcilimiz 6. Onda bizə verir 5 vurulsun 4, yəni 20 Newton. 20 Newton da A variantına uyğun cavabdır. 30-cu suala baxırıq. Deyir ki, bir-biriyle ip vasitəsilə bağlanmış iki cisim müəyyən F qüvvəsinin təsiri ilə yuxarı hərəkət etdirilir. Birinci cismin kütləsi 15 kiloqram, ikinci cismin kütləsi 30 kiloqramdır. İpin gərilmə qüvvəsi 350 Newtondur. 350 Newtondur. Deyir ki, F qüvvəsi nəyə bərabərdir? Yenə də burada bir şey vurğulanmalıdır ki, müqavimət qüvvəsi nəzərə alınmır. İndi onu vurğulamayıb, biz onu nəzərə zaten almayasıyıq. Onda nə baş verir? Yadınıza gəlirsə, Newton qanunlarında bir-birinə bağlanmış M kütləli cisimlər var idi. Hansı ki, biz onlarda deyirdik ki, qısa yolumuz necə idi? F qüvvəsi ikisini də artırdı. Burada yaranan T gərilmə qüvvəsi birini də artan zaman yaranırdı. İplə bir-birlərinə bağlandıqlarına görə eyni təcil hərəkət edirdi. Ona görə də F'lər, yəni qüvvələrin nisbətini kütlələrin nisbətən düz götürürdük. İndi bax, burada da eyni qaydadır. Bir-birini ip vasitəsilə bağlanıblar. F qüvvəsi ikisini də artan zaman yaranmalıdır. Yəni bir növ F qüvvəsi M1 ilə M2 vurulsun J-yə bərabərdir. Çünki ikisinin ağırlığını tab gətirir. F gərilmə isə sadəcə M2-ni dartan zaman yaranır. Yəni bir növ M2 J-yə tab gətirir. Odur ki, buradan F qüvvəsi uyğun olmalıdır nəyə? M1 üzərinə gəlsin M2 vurulsun J. Amma F gərilmə qüvvəsi isə uyğun olmalı sadəcə M2 vurulsun J. Nəticədə burada bunlar tərəf-tərəfə bölsək, J'lər ixtisara gedəcək. Tərəf-tərəfə böldükdə nə baş verir? F bölünsün F gərilmə bərabər olur kütlələrin cəmi bölünsün sadəcə M2. Nəticədə F gərilmə, F'in özünü bilmirəm, onu tapmalıyım. F bölünsün F gərilməmiz 350 Newtondur, bərabərdir. Kütlələr cəmi 15 ilə 30'un cəmi mənə verir 45. M2'mizin özü isə 30 kiloqramdır. İndi buradan ixtisarlar aparaq. 45 ilə 30'u 15 ixtisar aparsaq burada 2 qalar, burada isə 3 qalar. İndi F'i buradan tapaq da. İndi 2 ilə də 350'ni ixtisar aparsam burada qalar 100. Aha, 175. 175'i 3'ə vurduqda da F qiymətini alarıq. 175 vurulsun 3. Bu da bizə verməlidir 525 Newton. Cavab eləyər C variantı. Növbəti suala gəlirəm. 31 də kopya bunun kimidir. Yəni də bir-biri ip vasitəsilə bağlanıb. Sadəcə bir nüans nədir burada? Nüans odur ki, bizdən artıq F gərilməni istəyir, F verib. Daha indi bunu qısa yolla göstərəcəm. F qüvvəsi ikisini də artır. Ona görə də F bölünsün F gərilmə bərabər olur. M1 üzərinə gəlsin, M2 bölünsün. Sadəcə M2. İndi F'in qiyməti 1 kilonewtondur. Yəni 1000 newtondur. 1000 bölünsün F gərilmə bərabərdir. Kütlələr cəmi 30 ilə 20'nin cəmi bizə verir 50. M2'miz isə 20'dir. İndi burada nə edəcəyik? Sıfırlar belə ixtisar gedir. 1000'i 5'ə böldükdə bizə verir 200.
İndi F gərilməni də buradan tapsam, burada 1 qalmışdı. 202-yə vuraraq biz alarıq ki, 400 Newtondur. 400 Newton da C variantına uyğun cavabdır. Sonra 32. Sərbəst düşən cismin çəksin, onun kütləsi nasıl qrafiki. Əslində, bayaq buna baxmışdıq, düz asılıq idi. Bir dəqiqə, mən bunu sükunet başa düşdüm. Sərbəst düşübsə, sərbəst düşəndə nə olur? Çəksizlik halında olur. Çəksizlik halında isə çəkimiz sıfıra bərabər olmalıdır. D variantı. 33. Kütləsi 7 kiloqram olan cisim şaqili aşağı yönəlmiş 5 metr saniyə kvadrat təcillə hərəkət edir. Cismin çəkisi aşağı yönəlir. M vurulsun J minus A düsturu ilə hesablayırıq. Onda 7 kiloqram 7 vurulsun. J'miz 10, A təcilimiz 5. Nəticədə mötərizə 5 verir bizə. 7 vur 5 olacaq 35 Newton. Yəni B variantı. 34-ə baxın. Kütləsi 300 qram olan cismin şaqili yuxarı yönəlmiş. 10 metr bölü saniyə kvadrat təcili hərəkət edir. Cismin çəkisini hesablayın. Baxın, yuxarı hərəkət edir. P bərabərdir. M vurulsun. J plus A düsturu ilə hesablamalıyıq. P bərabərdir. 300 qram 0,3 kiloqramdır. Onda 0,3 vurulsun. J 10'dur. Təcilimiz də 10'dur. 10 vur 10 üstə gəl 10 20. 0,3'ü 20'ye vurmaq bizə verir 6 Newton'u. Cavab eləyər C variantı. 35'ə baxıram. Şaqili aşağı yönəlmiş təcili hərəkət edən cismi çəkdi. Aşağı hərəkət edirsə P bərabərdir. M vurulsun J minusu almalıdır. Xətti azalan istiqamətdə düz asılıdır. Fikir verin, qarşıdakı mənfiyə əsasən müəyyən bir qiymətdən başlayır. Sonra A təcilin qiyməti artdıqca artıq J-yə gəlib çatanda A-nın qiyməti o artıq sıfırlanacaq. Çünki MG çox MG olurdu bir növ. Cavab B variantına uyğundur. Sonra 36. Şaqili yuxarı yönəlmiş A təcili hərəkət edən, yine müəyyən bir qiyməti var, MG qiyməti var. A təcili artdıqca onun qiyməti artacaq C variantı. Niyə? P bərabərdir MG, məsələn, M vurulsun J plus A demirik. O MG plus MA deməkdir də. İndi müəyyən bir MG-si var zaten. A təcili artdıqca arada da toplama var. Onun da qiyməti artacaq. Ona görə də uyğun variantımız C-dir. Sonra 37. Deyir ki, hansı halda liftdəki adamın çəkisi onun sükunətdəki çəkisindən böyük olar? Liftdəki adamın çəkisi sükunətdəki çəkisindən böyük. Yəni P0 MJ'dir. Böyük olması üçün P nəyə bərabər olmalıdır? M vurulsun J plus A-ya. Bu hansı hallarda olurdu? Şaqili yuxarı istiqamətdə A təcili hərəkət edəndə və yaxud da ki, şaqili aşağı istiqamətdə bərabər yavaş hərəkət edəndə. Lift yuxarıya doğru bərabər sürətləri çıxırıq ümumiyyətlə. A-nan yeni çıxdıq. Lift aşağıya doğru yeyinləşirsə, yəni lift aşağı doğru çıxılırdı. M vurulsun J çıx A-dır. Yeyinləşən hərəkətdə də işarəyə dəymirik. Sadəcə bərabər yavaşlayan hərəkətdə A-nın işarəsi əksinə dəyişir. Bunu da dərslərdə, izahlarda, nəzəriyyələrdə isbatını göstərmişəm. İndi B də uyğun olmadı. Lift yuxarıya doğru yavaşlayın. Yuxarıya doğru dedik, toplayırıq. Yavaşlayan olanda artıq qarşısına çıxma olmalıdır. Ona görə də yəni bu artıq azaldacaq, çox artmayacaq. Yerdə qaldı D variantı. Yuxarıya doğru yeyinləşən. Yeyinləşən hərəkətdə biz heç nəyə dəymirik, olduğu kimi qalır. Yuxarıya doğru topladığımız üçün sükunətdəki çəkisindən böyük olmuş olur. Sonra deyir ki, liftdəki adamın çəkisi sükunətdəki çəkisindən kiçik olar. Burada artıq P bərabərdir. M vurulsun J minus A olmalıdır. Yəni çıxılmış olmalıdır. Yəni də bərabər sürətli olduqda A təcili olmadığı üçün orada sükunət alır. Yəni eyni hal olur. Budur ki, bizə nə lazımdır? Ya aşağı doğru yeyinləşən, ya da yuxarıya doğru yavaşlayan. Şaqili aşağı doğru yavaşlayan xeyr. Aşağı doğru çıxırıq, amma yavaşlayanda da bir də mənfi olduğuna görə toplama olur. Yəni çox olmuş olur. Yuxarıya doğru yeyinləşən, xeyr, yuxarıya doğru toplayırıq. Yeyinləşən olduğuna görə toplama olaraq qalır, amma bizə çıxma lazımdır. Y variantı doğru olacaq onda, aşağı doğru yeyinləşən, bəli. Aşağı doğru çıxırıq, yeyinləşən hərəkətdə işarəyə dəymirik. Kütləsi 3 kiloqram olan cisim şaqilin istiqaməti yuxarı atılıb. Uçuş müddəti ərzində ona təsirin ağırlıq qüvvəsi cismin çəkisi nəyə bərabərdir? İndi bax, fikir verin, deyir, uçuş müddəti ərzində. Uçuş müddəti ərzində o havada olubdur, düzdür, dayağı yoxdur ki. Bəs biz nə demişdik? Çəki dayağa və ya asqıya göstərən təsir qüvvəsidir. Ona görə də
Biz deyəsik ki, buradan cismin çəkisi uçuş müddətində sıfıra bərabər olur. Bunları çıxırıq, yəni A-nı, B-ni, D-ni çıxırıq. İndi gəldik ağırlıq qüvvəsinə. Ağırlıq qüvvəsi hər zaman, yəni necə hərəkət edirsə eləsin, mg-yə bərabər olur. Odur ki, mg-miz, m kütlə 3 kiloqram, j-miz 10-dursa, eləyəcək 30 Newton. Cavab eləyər C variantı. Sonra 40-cı sual. Yenə də kütləsi 2 kiloqramdır, yenə də sərbəst düşür. Uçuş müddəti ərzində ağırlıq qüvvəsi və cismin çəkisi. Yenə də uçuş müddətində sıfıra bərabərdir. Çəki də mg-dir, yəni 2 vur 10, 20. Üzr istəyirəm, çəki sıfıra bərabərdir, ağırlıq qüvvəsi də mg-dir, yəni 2 vur 10, 20. Cavab Y variantı. Yuxarı qalxan lift başaqlı yuxarı hərəkət edir. Əvvəlcə yeyinləşən, sonra bərabər sürətli dayanana qədər də yavaş hərəkət edir. Bu halda liftin asıldığı trosdayanın gərinmə qüvvələri arasında hansı münasibət doğrudur? Buralar, cismin çəkisi dayağı və askı göstərdiyi təsir qüvvəsi düzdürmü? Gərinmə qüvvəsi də həmin o askıya, ipə təsir göstərir. Odur ki, həmin bu gərinmə qüvvəsi ilə çəkini eyni kəmiyyət kimi göstərə bilərik. Odur ki, T1 bərabərdir. Yuxarı hərəkətdirsə yeyinləşən üzərinə gələcəm. mg plus A-nı. İkincisi dil bərabər sürətlidir. Bərabər sürətlidə A təcili 0 olur axı. Ona görə sadəcə mg qalır. T3-də isə artıq deyir yavaşıyır A təcili ilə. Artıq yavaşladığına görə yavaşlama hərəkətində yuxarı hərəkətin yavaşlayan halında çıxırdıq da. Ona görə görürəm ki, T1 ən böyük, sonra T2, sonra da T3 gəlir. T1 bölgüdür T2, bölgüdür T3-dən. Aşağı enən lift əvvəlcə yeyinləşən. Aha, indi gəldik bura. Aşağı enirsə, M vurulsun J minus A olmalıdır. Bir ki, yeyinləşən. Ona görə minus olaraq qalır. Sonra bərabər sürətli. Çünki mg olmalıdır bərabər sürətli. A təcili 0 olur. Üçüncüsündə isə bir ki, yavaşın hərəkət edir. Yavaşın hərəkətdə artıq aşağı doğru çıxırdıq, amma yavaşın hərəkətdə toxuyası yox. M vurulsun J plus A olacaq. Onda P1 kiçikdir P2-dən, o da kiçikdir P3-dən. Yəni P3 ən böyüdür. Cavab eləyər Y variantı. Sonra gəlirəm növbəti suallara. 43. Deyir ki, hansı hərəkət zamanı hava müqaməti nəzərə alınır? Çəksizlik halında olur. Çəksizlik halında bilsiniz nə deməkdir? Yəni, onun dayağı və ya askısı yoxdur. İndi gəlin, baxaq görək, hansı hallarda onun dayağı, askısı yoxdur? Müəyyən yüksəklikdə üfüqə atılanda. Yəni, fərqi yoxdur, necə atılır, atılsın. Atılıbsa, artıq dayağı, askısı yoxdursa, ona görə bu biri doğru götürə bilərəm. Sərbəst düşür. Zaten bunu danışdıq da. Dedi ki, sərbəst düşürsə, dayağı və askısı yoxdur, havada qalır. Şaquli yuxarı atıldıqda. Hansı istiqamətdə atılırsa atılsın, artıq havadadır. Ona görə hər üçü doğrudur. Niyə bağlı? Bir hansı hərəkət zamanı cisim çəksizlik halında olur? Şaquli yuxarı atıldıqda doğrudur, sərbəst düşürdə doğrudur, aşağı atıldıqda doğrudur. Yəni bunların hər birində dayağı və ya askısı yoxdur. Ona görə çəksizlik halında, yəni çəksiz sıfıra bərabər olur. Sonra 45-ci suala baxıram. Deyir ki, şaquli yuxarı yönəlmiş 6 metr saniyə kvadrat hərəkətli hərəkətin cismin çəkisi 64 Newton olarsa, kütləsini hesablayın. Bu tipli məsələlər artıq çox işlədik. Necə olacaq? Dedik ki, şaquli yuxarı hərəkətdədirsə, P bərabərdir M vurulsun J plus A düsturundan istifadə edirik. Çəkimiz 64, kütləmizi bilmirəm. J'miz 10, təcilimiz də 6-dır. Bu desin təkrar sualda, hə? 64 bərabərdir M vurulsun 16. 64-ü 16-ya bölmək bizə verməlidir 4 kiloqramı. 4 kiloqram da Y variantına uyğundur. 46-cı sual. Deyir ki, 50 kiloqram paraşütçü düz xətli bərabər sürətlə hərəkət edərək aşağı düşür. Havanın müqavimət qüvvəsi. Bərabər sürətlə aşağı düşürsə, deməli burada təcil 0-dır. Buna görə də təcil 0-sa əvəzləyici qüvvə 0-dır. Əvəzləyici qüvvə 0-sa müqavimət qüvvəsi ilə ağırlıq qüvvəsi tarazlaşmalıdır. Buna görə də buradan 50 kiloqram vurulsun 10 500 Newton olmalıdır. Cavab eləyər B variantı. Sonra davam eləyək 47-ci suala. Deyir ki, 80 kiloqram, yenə eyni şeydir. 80 kiloqram paraşütçüdür, düz xətli bərabər sürətlə hərəkət eləyir. Aşağı düşür müqavimət qüvvəsi mg-yə bərabər olduğundan, mg, yəni 80 vur 10 eləyəcək 800 Newton. 48. Yükü şaquli qaldıran zaman kanatın gərilmə qüvvəsi ağırlıq qüvvəsi 3 dəfə böyükdürsə, yükün təcili hesablayın. Baxın, nə dedik? Dedik, kanatı qaldıranda
Orada yaranan gərilmə qüvvəsi bir növ çəki ilə eyniləşir. Odur ki, deyir ki, ağırlıq qüvvəsi 3 dəfə böyükdürsə, T bərabərdir M vurulsun J plus A, ağırlıq qüvvəsindən 3 dəfə böyükdürsə, 3 mjdirsə, onu biz burada nə edərik? Yükün təcini taparıq. M-ləri apardıq ixtisara. J plus A bərabər olur 3J-yə. A təcini tapsan 3J-dən J-ni çıxaram, eləyər 2J. Onda deməli 2J-miz, J-miz 10 olduqda 2 vur 10 eləyəcək 20 metr bölü saniyenin kvadratı. Sonra gəldim 49-cu suala. Deyir ki, cisim 2 metr saniye kvadrat təcili ilə trosda yandan gəlmə qüvvəsi qaldırılan zaman, trosda yandan gəlmə qüvvəsini onun həmin təcillə endirdikdə yaranan gəlmə qüvvəsi olan nisbətini hesablayın. Əslində çətin deyil. Niyə? Çünki dedik ki, trosla qaldırılan zaman dedikdə kanatla qaldırılan zaman trosda yandan gəlmə qüvvəsi bir növ çəkilə eyniləşir. Onda T1 qaldırılan zamandır. M vurulsun J plus A-dır. Bir həmin təcili endirdikdə artıq T2 bərabər olacaq J minus A. Deyir nisbətini hesablayın. T1-in T2-yə nisbətini istəyir bizdən. T1-i T2-yə böldükdə bu M-lər ixtisar gedir. J plus A, yəni 10 plus 2 bölsün J minus A, yəni 10 çıxılsın 2. 12 bölsün 8. 4-ə ixtisar aparanda burada 2, burada 3 qalır. Eləyəcək 3 bölü 2, yəni 1,5. İndi 50-ci suala baxıram. Yüklə birlikdə şaquli aşağı istiqamətli 3 metr saniye kvadrat təcillə yeyinləşən hərəkət edən üstü dayağı yükün göstərdiyi təzyiq qüvvəsi 140 Newton olarsa, yükün kütləsi hesablanır. Buralar dayağa göstərilən təzyiq qüvvəsi elə çəkidir. Çünki cismin dayağa və ya askıya göstərdiyi təsir qüvvəsinə biz çəki demişdik. İndi bizə nə deyir? Bərabər yeyinləşən aşağı istiqamətdə. Aşağı istiqamətə çıxırdıq, yeyinləşən hərəkətdə olduğu kimi qalırdı. Təcilimiz 3-dür, təzyiq qüvvəmiz, yəni çəkimiz 140-dır. 140 bərabərdir. M kütləni bilmirəm. J-miz 10, A təcilimiz 3. Nəticədə 140 bərabərdir. M vurulsun 7. M kütlə bərabər olacaq 20 kiloqram. Onda 20 kiloqram Y variantına uyğun cavabdır. 51-ci suala gəlirik. Kütləsi 10 kiloqram olan yükün onunla birlikdə 2,45 metr bölü saniyə kvadrat təcillə şaquli aşağı istiqamətdə bərabər yavaşın hərəkət edən üfüqi yolda hərəkət üfüqə dayağı etdiyi təzyiq qüvvəsini hesablayın, yəni çəkisini hesablayın. P bərabərdir uşaqlar. M vurulsun aşağı istiqamətdə yavaşın. Aşağı istiqamətə çıxırdıq. Amma yavaşın dediyinə görə topladıq. Onda P nəyə bərabər olmalıdır? Artıını belə yazın. Kütləmiz 10 kiloqram. C'miz də 10-dur, amma təcilimiz 2,45-dir. Onda bu bizə nəyi verər? 10 vurulsun 12,45-i. 10 tamını 2,45-i hesablayacaq də. Bu da bizə verir 124,5. Çünki ona vuranda vergül bir dana sağa gedir. 124,5 Newton. Buna da uyğun cavabımız Y variantıdır. Baxın, Y'də bölünür. İndi gəlirəm 52-ci suala. Deyir ki, şaquli istiqamətdə aşağı hərəkət edən liftin sürətli motorumuz anlasında qrafik verilib, hansı intervalda liftdəki sərnişin çəkisi onun sükunətdəki çəkisindən kiçik olar. Yəni, P bərabərdir M olsun, J minus A olar. Niyə? Çünki sükunətdəki çəkisi MJ idi. İndi bu nə zaman baş verir? Zaten bizə deyirdi aşağı istiqamətdə hərəkət edir. Aşağı istiqamətdə onsuz da bizim düsturumuz budur. İndi bu düstur olduğu kimi qalması üçün necə hərəkət eləməlidir? Dedik ki, bərabər sürətlidə təcil sıfırlanır, MJ qalır. Yavaşın hərəkətdə isə təcilin işarəsi əksinə dəyişir. Amma bizə olduğu kimi qalması lazımdır. Yəni, çünki aşağı hərəkətdə düsturumuz budur. Sükunətdəki çəkisindən kiçik olması üçün də bu olmalıdır. Ona görə bu artıq yeyinləşən hərəkətə uyğundur. Yeyinləşən hərəkətdəki sürətin artdığı istiqamətdir. Yəni, 0-dan T1 anına qədər. Burada məsəl üçün görürük ki, ikinci hissədə təcil 0 olur, çünki bərabər sürətli hərəkətdir. Onda MJ-yə bərabər olardı. İkinci hərəkətdə də ki, təcil aşağı düşür, qol aşağıdır. Onda A təcil mənfi olardı. Qarşısına əsasən burada mənfi müsbət eləyərdi. Nəticə etibarilə cavab eləyəcək yalnız B variantı. Hansı halda liftdəki adamın çəkisi sükunətdəki çəkisindən böyük olar? Bayaq bu suala sanki baxdıq. Baxın, sükunətdəki çəki nə dedik? Sükunətdəki çəkisi MJ-yə bərabərdir. Bir sükunətdəki çəkisindən böyük olsun. Yəni P bərabərdir, M olsun, J plus A olsun.
Bu nə zaman olurdu? Şaqil yuxarı hərəkəti yeyinləşən və yaxud şaqil aşağı istiqamətdə yavaş yönəlir. Odur ki, biz nə edirik? Lift yuxarıya doğru bərabər sürətlər ümumiyyətlə çıxırıq uşaqlar. Niyə? Çünki burada A təcili 0 olur, MJ-yə bərabər olmuş olur. Yəni bərabər qalır sükunət çəkir. İndi biz nə dedik? Dedik ki, yuxarı yeyinləşən olar ya da yavaş aşağı. Yavaşlayan aşağı, aşağı yavaşlayan. Lift aşağıya doğru yeyinləşən, xeyr, aşağıya doğru çıxırdıq, yeyinləşəndə çıxmaq olaraq qalırdı. Lift yuxarıya doğru yavaşlayan, yuxarıya doğru toplayırdıq, yavaşlayan olduğuna görə çıxmalıydıq, amma bizə toplama lazımdır. C də getdi. Lift aşağı doğru yavaşlayan doğrudur. Çünki aşağı doğru çıxmalıydıq, amma yavaşlayan olduğuna görə topladıq. Cavab D variantı uyğundur. Hansı halda liftdəki adamın çəkisi sütundəki çəkisindən kiçik olar? Sünnətdəki MJ-dir. Ki olması üçün M vurulsun J minus A olmalıdır. Ya aşağı doğru yeyinləşən, ya da yuxarı doğru yavaşlayan. Lift yuxarı doğru yavaşlayan doğrudur. Yuxarıya doğru toplayırdıq, yavaşın olduğuna görə çıxma elədik onu. Cavab eləyəcək A variantı. Növbəti suallar 55. Bizə deyir ki, aşağıya doğru hərəkət edən liftlərdə M kütləcəsindən çəkilər hansı münasibət doğrudur? Aşağıya doğru P bərabərdir. M olsun J minus A-dır. İndi bu bərabər yeyinləşibsə olduğu kimi qalmalıdır. İkincisində bərabər sürətlidir, ona görə A təcili 0 olur, MJ qalır. Üçüncüsü yavaşın olduğuna görə tərsini olur. Yəni nə deməkdir bu? M vurulsun J plus A olmalıdır. Fikir versiniz görərsiniz ki, 3 daha böyükdür 2-dən, 2 də daha böyükdür 1-dən. Niyə? Çünki burada toplayırıq, burada MJ-nin özüdür, burada isə artıq çıxma var, yəni azalma var. Ona görə A variantı doğru cavabdır. Sonra indi burada tərsinə deyir, yuxarı doğru hərəkətdir. Yuxarıya doğru olduğu üçün deyirik ki, P bərabərdir, M vurulsun, J plus A olmalıdır. Bunu belə buradan yazdım. İndi, onu bu tərəfə ağardım, sərqəli yazın, hamımız aydın olsun. Bizə birincisi nə deyir? Birincisi bizə deyir ki, yeyinləşəndir. Yeyinləşən hərəkətdə biz nə dedik? Dedik ki, yeyinləşən hərəkətdə işarə dəyişmir, öz olduğu kimi qalır. P1 bərabərdir M vurulsun J plus A. Sonra deyir ikincisi yavaşlayan. Yavaşlayan olduğuna görə artıq çıxılacaq. J çıxsın A. Üçüncüsündə isə deyir ki, bərabər sürətli. Bərabər sürətli də MJ olur. Çünki bərabər sürətli hərəkəti təcili sıfırdır. Bir versək görərik ki, P1 ən böyüdür. Sonra P3 gəlir, sonra da P2. Çünki P2-də çıxma var, yəni azalır. Onda yəqin ki, Y variantına uyğunu, buradakına heç uyğun deyil. Bəli, P1 böyükdür P3, o da böyükdür P2. Y variantı buna uyğun cavabdır. 57. Deyir ki, aşağı hərəkət edən, aşağı hərəkət edən birinci və ikinci liftlərdəki 8 kiloqram kütləli cismin çəkisinin qiymətlər diaqramı verilib. Liftlərin hərəkətləri üçün doğrudur. Kütləmiz 8 kiloqramdır, J'miz də 10-dur, zaten biz bunu bilirik. Aşağı hərəkət edir. Aşağı hərəkət edirsə P bərabərdir M vurulsun J minus A düsturuyla hesablanılır. Öz yerində. İndi 96 bərabərdir. Kütləmiz 8 kiloqram. 8 vurulsun bu birinci halda. J'miz 10 çıxılsın A təcili. Və mən buradan alarım ki, 96-nı 8-də böldükdə bizə verəcək 12-ni bərabərdir 10 çıxılsın A. A təcilini buradan tapsaq nə olacaq? Eləyəcək -2. Bu nə deməkdir? O deməkdir ki, artıq bu yavaşın hərəkətdir. Niyə? Çünki toplam çıxmadır. Aşağı doğru hərəkətdə A-nı çıxmalıydıq. Bu düzdürmü? Biz bu ikinci halı üçün baxırıq. 96 ikinci halda. Onda elə bunun belə ikinci hal yazaq. Ondan belə gördüm. Onda deməli yavaşın hərəkəti. Niyə? Çünki dedik ki, burada mənfi olanda artıq bu burada mənfi hesablasa toplama olacaq da. Ona görə də dedik ki, bu yavaşlayandır ikincisi. Birincisində isə 64 bərabərdir. Yenə də 8 vurulsun, 10 çıxılsın A. 64-ü 8-ə böldükdə bizə 8 verir. 10 çıxılsın A 8-dirsə A-mıza nə qalır? A-mıza 2 qalır, müsbət 2. Deməli, bu bərabər yeyinləşən hərəkətdir. Hər ikisi 2 olacaq, amma biri yeyinləşən, biri yavaşın. Birinci yeyinləşən, ikinci yavaşın. B variantı buna uyğun cavabdır. Sonra 58.
İlk iplərdən M1 3 kiloqram və M2 5 kiloqram olan e, cisimlər asılıb. T1 və T2 gərginlik qüvvələri üçün hansı münasibət doğrudur? Baxın, T1 burada M1 ilə M2-ni birlikdə dartır. Bilirsiniz, T1 onda olacaq ki, M1 üzərinə gəz M2 vurulsun J. Bu da ki, 3 və 5-ci cəmi bizə verir 8, ona vurduqda bizə verir 80 Newton. Amma T2 isə sadəcə M2J ilə dartan zaman yaranır. Ona görə də M2J ilə hesablasam, M2-miz nə idi? 5 kiloqram. Ona vurduqda eləyəcək 50 Newton. T1 80, T2 50 Newton. Onda cavab eləyəcək 2 və 3. Bu şəkildə. 59-cu suala baxıram. Şaqili yuxarı yönəlmiş təcili hərəkətdə neftin döşəməsi olan cisim üçün hansı ifadələr doğrudur? Şaqili yuxarıdırsa M vurulsun J plus A olmalıdır. Ağırlıq qüvvəsi, cismə təsirin ağırlıq qüvvəsi artır. Ağırlıq qüvvəsi dəyişmir heç vaxt. MJ-dir. Yəni kütləni dəyişdirmədikcə, qravitasyon sahəsini dəyişdirmədikcə, yəni MJ-dir. O ağırlıq qüvvəsi olduğu kimi qalır. Ona görə 1 doğru deyil, amma 2 doğrudur. Çünki deyir ağırlıq qüvvəsi dəyişmir. Tamamilə doğrudur. Ağırlıq qüvvəsi azalır da səhvdir. Dedik ki, ağırlıq qüvvəsi F ağırlıq bərabərdir mc-dir. Bu da ki, sadəcə m-dən j-dən asılıdır. Yəni, A təcillə aşağı yuxarı hərəkət etməsi ağırlıq qüvvəsi heç bir təsiri yoxdur. Bir cismin çəkisi artır, bəli. Əvvəl mc idi, olub mc plus A, yəni artıq 4 doğrudur, azalmır, 5-də səhvdir. Cavab edir 2 və 4. Sonra 60. Deyir ki, şaqili aşağı yönəlmiş. Aşağı hərəkətdə M vurulsun J minus A olmalıdır. Hansı ifadələr doğrudur? Ağırlıq qüvvəsi yenə də dəyişmir uşaqlar. 1 ilə 3 sinirik, 2 doğrudur. Ağırlıq qüvvəsi F ağırlıq MC'də dəyişmir. Yəni A təcillə aşağı yuxarı hərəkət edən zaman. Çəkisi isə bax fikir verin. Əvvəl MC idi, olub çıxılsın A, yəni azalıb. Ona görə cavab eləyəcək 2 və 5. 61-ci suala gəlirəm. Deyir ki, üfüqi səthdə yerləşən kütləsi 10 kiloqram olan cismin şaqili hərəkət zamanı çəkisi ona təsirin ağırlıq qüvvəsi 20-dən çox olmuşdur. Cismin hərəkətin xarakteri və təcilin qiyməti üçün ifadələrdən hansılar doğrudur? Yəni, bir də baxaq. Deyir ki, kütləsi 10 kiloqramdır. Cisim şaqili hərəkət zamanı ağırlıq qüvvəsinin 20-dən çox olub. 20 çox olubsa ağırlıq qüvvəsinin, bu şaqili yuxarı hərəkətdir, düzdürmü? Şaqili yuxarı hərəkətdə olsa yalnız yeyinləşən hərəkət olacaq və yaxud da ki, şaqili aşağı hərəkətdə bərabər yavaşlayan olacaq. Deyəcəksiniz niyə? Çünki əgər çəki ağırlıq qüvvəsindən böyükdürsə, deməli bu o deməkdir ki, M vurulsun J plus A çəkimizdir, MJ də ağırlıq qüvvəmizdir. Ona görə də yəni ya yuxarı yeyinləşəndir, ya da aşağı yavaşlayandır. 20 Newton deyir çox olmuşdur. Yəni bu o deməkdir ki, MJ plus MA bərabər olur mc plus 20-yə. Çünki ağırlıq qüvvəsi 20-dən çox olması. Bu da ma bərabərdir 20-dirsə, m kütləmiz 10-dur. 10 vurulsun a 20 olduqda a təcimizi qalır 2. Buna təcimizi 2 tapdıq. Ya 2 metr bölü saniyə qat təcillə yuxarı yeyinləşən, ya da 2 metr bölü saniyə qat təcillə aşağı yavaşın olur. İndi yuxarı yeyinləşən hərəkət etdirilir, 1 doğrudur. Tamamilə doğrudur. 2 yuxarı bərabər yavaşlayan xeyr. O bizdə mc plus a olub, axı çəki ağırlıq qüvvəsindən çox olub. Buna görə də 2 səhv oldu, 3-ə gəlirəm. Hardan yazaq? Eyb yox, indi buradan belə qırmızı göstərir. İndi deyir ki, aşağı bərabər yeyinləşəndə çıxmalıydı. 3 səhv oldu. Şaqili aşağı bərabər yavaşlayan 4 doğrudur. Çünki biz dedik də bunu ya bərabər yavaşlayan aşağı olmalı, ya da yuxarı yeyinləşən olmalı. 4 də doğru. 1, 4. Cisim 2 metr saniyə təcillə, bəli, 5-i də ki, 2-ni tapmışıq. A-nı 2-ni tapmışıq. Ona görə 6 səhvdir. 1, 4, 5 doğru cavablardır. 62. Deyir ki, 100 litr maydakı çəkisi 600 Newtondur, mayının çəkisi. Mayının sıxlığını hesablayın. Dedik ki, P bərabərdir mc-dir. Mən buradan əvvəlcə m-i tapmaq istəsəm, P bölünsün J yazaram. Bu da 600 bölünsün 10, mənə verməlidir 60 kiloqrama. Bunu tapdıq. Sonra M kütlə nəyə bərabərdir? O vurulsun V-yə.
Onda deyəcək ki, 100 millidirsə, V bərabərdir 100 milli, daha doğrusu 100 litr, 100 vursa onun üstü mənfi 3 metr kubu deməkdir. Burada da kiloqram bölü metr kubuna verdiyinə görə çevirməliydik. V onda bizə verəcək 0,1 metrin kubunu. R'nu buradan tapsam M bölünsün V eləyər. M kütləmiz 60, V'miz də 0,1. Onda R'muz nə olacaq? Elə R'muz eləyəcək 600 kiloqram bölünsün metrin kubunu. Cavab eləyəcək 600. Sonra 63-cü suala baxırıq. Onu da yığaq. Deyir ki, uyğunluq müəyyən edin, yuxarı hərəkət edən neftin yer dəyişməsinin olduğu zamanı qrafik verilib. Aha, yuxarı hərəkətə nə dedik? P bərabərdir M vursun J plus A olmalıdır. Ona görə birinci hissə necə hərəkətdir? Birinci hissəyə fikir versəz, parabolikdir və teoxunun uzaqlaşır. Deməli, bərabər yeyinləşin hərəkətdir. O, indi bu tərəfi ağardım, buradan daha detallı sizə göstərim. Birincisi, bərabər yeyinləşən hərəkətdir. Bərabər yeyinləşən hərəkətdə elə özü olduğu kimi qalır yuxarı hərəkətdə. M vursun J plus A olur. Deyir, liftdəki cismin çəkisi sükunətdəki çəkisindən böyükdür. Onda 1-ə A uyğun gəlir. Onda bunu bu deyil. 1, 2, 3. 1-ə A uyğun gəlir. Sonra ikincisine baxıram. Baxaq B-yə. Çəki kiçikdir ola bilməz. Çünki biz dedik toplama qalır. Bərabər də ola bilməz. Lift yuxarı yönəlmiş sabit təcili hərəkət edir. Bəli. Yuxarı yönəlib təcili hərəkət edir. D doğrudur. Onda bir də A və D olmalıdır. İkincisine gəlirəm. İkincisine baxanda, fikir verin, düz xətdir. Uzatsaq koordinat başlanğıcına keçəcək. Bu bərabər sürətli hərəkətdir. Bərabər sürətli hərəkət olduqda artıq P bərabər olur MJ-yə. Yəni bu sükunətdəki çəkisinə bərabər qalır. C uyğundur buna. İkincisi C uyğundur. Digərində də hərəkət artan təcili hərəkət deyə. Ümumiyyətlə artan təcili hərəkət heç buna uyğun gəlmir uşaqlar. Çünki artan təcili hərəkət yoxdur burada. Yeni ümumiyyətlə silirik. Şimdi üçüncüsünə də nə qalacaq? Üçüncüsünə də baxdıqda görürüm ki, bu artıq boyun aşağı əyilib. Yəni yavaşan hərəkətdir. Yavaşan hərəkətdirsə, onda artıq deyəcək ki, P bərabərdir. Normalda M vursun J plus A idi. Amma J minus A yazırıq. Nəticədə artıq sükunətdəki çəkisi MJ olduğu üçün kiçik olmuş oldu. B uyğun gəlmiş oldu. Ona cavab eləyəcək 3-də də B şəkildə. 64. Yenə eyni hallar yaranacaq. Qoyumdan oranı yenə ağardaq. Burada da eyni hallar yaranır. Sadəcə deyir ki, aşağı hərəkət edir. Aşağı hərəkət edirsə P bərabərdir. M olsun J minus A olmalıdır. İndi birincisi görürəm ki, yeyinləşən hərəkətdir. Yeyinləşən hərəkətsə onda olduğu kimi qalacaq. P1 bərabərdir. M olsun J minus A. Burada da sükunətdəki çəki P0-dan, yəni MJ-dən kiçik olduğuna görə deyəcək ki, liftdəki cismin çəkisi onun sükunətdəki çəkisindən kiçikdir. Bir də oldu B. Həmçinin çəkisinə bərabər səhvdir. Bu aşağı hərəkət edirsə, yəni burada yenə aşağı yönəlmiş sabit təcili hərəkət etmiş olacaq. Onda D də uyğun gəldi. Yenə artan təcilli hərəkət yoxdur. Burada ona görə də yeni silirik. Gəldim ikinciyə. İkincidə görürük ki, düz mütənasib asılılıqdır. Yəni onda P2 bərabər olur MJ-yə. Yəni sükunətdəki çəkiyə bərabər qalmış olur. C-yə uyğundur. Bir də olacaq C. Üçüncüsündə isə artıq görürəm ki, bu yavaşın hərəkətdir. Bir verin. Yavaşın hərəkətdirsə, artıq bu normalda M vursun J minus A deyildimi? Yavaşın hərəkətdə toplama olacaq. Yəni böyük olacaq sükunətdəki çəkidə. Onda olacaq ki, buna da böyük olma A variantı uyğundur. 3-də də A. Yəni 1-də B-də, 2-də C, 3-də də A. Sonra burada da bu başlığımız bitdi. Ümid edirəm ki, bütün suallar sizə tam aydın oldu, tam başa düşdünüz. Qaranlıq nə sualınız qalsa, rəy olmasını yenidən yaza bilərsiniz. Həm də yəni mənim abituriyentlərim dərs zamanı məndən soruşa bilərlər. İzlədiyiniz üçün təşəkkür edirəm. Bu kimi izahların daha çox gəlməsini istəyirsinizsə, bəyənməklə və şərhlərdə bunu bildirməklə, yazmaqla, yəni məni sevindirmiş olarsınız.
Gələn dərs silahlarında görüşmək ümidi ilə özünüzə yaxşı baxın.